Salam, hər vaxtınız xeyir olsun. Deməli, bu videoda sizlərə Güvən nəşrlərinin 7 dekabr tarixində blok fənlər üzrə keçirdiyi sınav imtahanının informatika suallarını müzakirə edəcəyik. Gəlin bir yerdə başlayaq. Birinci sualımız belədir. Deməli, bu iki ədədi 7-lik say sistemində toplamalıyıq. Toplayaq. Deməli, 4 üstə gəlinmiş 6 bu bizə verəcək 10. 10 7-lik say sistemində olmadığına görə ondan çıxa bilərəm bir dənə 7-ni. Nəticə bizə verəcək 3-ü. 3-ü yazacağım, bu 1 çıxdığım yadda qalacaq. 3 2 eləyəcək 5, bir də buradan eləyəcək 6. 6 ədədi 7-lik say sistemində olduğuna görə olduğu kimi yazıram. 5 3 eləyəcək 8. 8-dən çıxacağım bir dənə 7, nəticə bizə verəcək 1-i. Və 1 də yadda qalır. 5 eləyəcək 7, bir də buradan 8. Yenə 8-dən bir dənə 7 çıxacağım, 1 yazacağım. 1 yadda, 1 də atacağım əvvəlinə. Belə bir ədəd 7-lik say sistemində alınmış olacaq. Cavabım eləyəcək D variantı. 6 simvollu şifrə hazırlamaq üçün onluq say sisteminin rəqəmlərindən istifadə edilir. Aha. Deməli, burada bizim şifrəmiz üçün 6 dənə oyunumuzu çəkirik. Çünki şifrə 6 dənə simvoldan ibarət olmalıdır. Onun əsasən 1, 2, 3, 4, deməli 5 və 6. İndi baxaq ki, şifrənin hər mövqeyinə, yəni misal üçün birinci rəqəmin, birinci simvolun yerinə, ikincinin yerinə nələri yaza bilər? Əlimizdə nə qədər variant var. Baxırıq ki, şərtdə deyil ki, bunlar üçün onluq say sisteminin rəqəmlərindən istifadə edilir. Deməli, hər oyun üçün əlimdə 10 dənə variant var. Axı onluq say sisteminin 10 rəqəmi var, onun əsasən. Buradan bu hasilin nəticəsi bizə 10 üstü 6-nı vermiş olacaq. Yəni cavabımız olacaq D variantı. Daha sonra 5 GB-ın 15%, 16 MB-ın 5%-dən neçə dəfə böyüdür? Baxırıq, 5 GB-i gəlin birinci biz gətirək megabayta. Bunun üçün nə edirik? Birinci gəlin 5 GB-i gətirək megabitə, megabitdən də megabayt aparıq. Megabayta. Gigabiti megabitə gətirmək üçün nə edirik? Böyüdən kiçə gəliriksə vururuq 2 üstü 10-a. Bu bizə verəcək 5 vurulmuş 2 üstü 10 megabit. Megabitdən megabayta gəlmək üçün nə edirik? Mığlar eynidirsə bitdən bayta keçirik. Yəni bölürük 2 üstü 3-ə. 5 vurulmuş 2 üstü 10-u bölsəm əgər 2 üstü 3-ə, nəticə bizdə 5 vurulmuş 2 üstü 7-ni verəcək. Yəni bu bizdə 5 vurulmuş 128 alınmış olacaq. Bu hasilin nəticəsi də bizdə 640 alınır. Daha sonra bizə deyir ki, baxın bu ədədin 15%-ni tapaq. Yəni ədədin faizini necə tapırıq? 640-ı vururuq 15-ə, bölürük 100-ə. 640-ı 15-ə vuranda bu hasil bizə 9600-ü vermiş olur. Bunu da 100-ə böldükdə nəticəmiz 96 alınmış olur. Demək ki, burada aldıq 96 MB. İndi keçək 16 MB-ın 5%-ni hesablamağa. Bunu necə hesablayıram? 16 zaten megabaytdır. Bunu əvvəlcə eyni ölçü vahidinə gətirib sonra müqayisə eləmək lazımdır. 16 zaten megabaytı, bunu da megabayta gətirdim, tərpətmirəm. Vururam 5-ə, bölürəm 100-ə. 5 16 bizə verəcək 80-dır. Bunu da 100-ə böləndə üzrsən, nəticə 0,8 alınacaq. İndi 96 0,8-dən nə qədər böyüdü? 96-nı böləndə 0,8-ə nəticə bizdə 120 dəfə alınmış olacaq. Yəni B variantı. Daha sonra 512 vurulmuş 256 ölçüdə olan qrafiki faylın həcmi 512 megabaytdır, kilobaytdır. Faylın hazırlandığı standartın maksimal rəng sayını müəyyənləşdirmək lazımdır. Deməli, qrafiki faylın həcmin tapılması düsturu bizdə necə idi? A vurulmuş B, deməli, hətta gəlin birinci düsturumuzu yazaq. A vurulmuş B vurulmuş I bit bərabər həcm. Burada hansı informasiyalar verilib? A vurulmuş B verilib. 512 vurulmuş 256. Bir də həcmimiz verilib. 512 kilobayt. Burada i bitimiz yoxdur, amma bizdə rəng sayını istəyir. I bit nə idi? 1 pikselin həcmi idi, rəngin dərinliyi idi, rəng sayı, rəng sıçaları, maksimal rəngi isə adlanırdı bizdə n. Bizdən n-i istəyir. N-i də tapmaq üçün, baxın, bu düstura əsasən birinci n-i tapmalıyıq ki, buradan n-i tapa bilək. N-i də bu düsturdan tapacaq. Bunu da necə eləyəcək? I bit bərabərdir, məhsul vurğu tapmaq üçün həcmi məlum vurğulara böləcək. Yəni həcm bizdə nə qədərdir? 512 kilobayt. Cavabı bitlə almalı olduğumuza görə 512 kilobaytı bitə gətirəcək. 512-ni yazaq 209 kimi. Bunu da kilobaytla bitə gətirmək üçün 213-ə vuracaq. Aldığımı bunu bitlə. Məxrəcdə isə 512 vurulmuş 256 yazılacaq. Yəni 209 vurulmuş 208 yazılacaq. Demək ki, burada nəticə bizə nəyi verəcək? Bircə dəqiqə. Buradan alacaq. 9'lar gələcək. 2 üstü 13 bölünmüş 2 üstü 8 alacaq. Nəticə bizə 2 üstü 5'in yəni 32'ni vermiş olacaq. Demək ki, rəngimizin dərinliyi 32 bitdə. Bəs yaxşı, onda n nə qədər eləyəcək? N bərabər 2 üstü i düsturuna əsasən n bizdə 2 üstü 32 alınmış olacaq. Cavabımız olacaq buna əsasən C variantı. Baxırıq 65 nömrəli sualının nəsinə? A məntəqəsindən F məntəqəsinə ən yaxın yolun uzunluğunu müəyyən edək. Deməli, F məntəqəsinə birbaşa hardan gələ bilərəm? Baxın, A'dan F-ə görürsünüz birbaşa yol var.
7 var. Gəlin elə bunu yazaq. Və A-dan F-ə yolumuz 7 var. İndi gəlin görək bundan qısa yol tapa bilərikmi? F-ə başqa ən qısa yolla D-dən gələ bilərik. Gəlin yazaq. Bax F-ə ən qısa yolla D-dən gələ bilərik. Yazıram 2-ni. Baxın F ilə D-nin arasındakı məsafə 2-dir. Buna əsasən. Bəs D-dən də A-ya görürsünüz, burada birbaşa yolumuz var. Buradan da A-ya birbaşa yol bizdə 4-dür. Baxın A ilə D-nin kəsişməsini deyirəm. Deməli 4-2 burada eləyəcək 6. Görürsünüz, daha qısa yol əldə edə bilirik. Cavabımız hələ ki 6 ola bilər, amma davam edək növbəti hissəsinə də baxaq. Görək başqa qısa yol tapa bilərikmi? Baxırıq ki, bundan qısa yol cavablarda 4 var. 4 ilə getməyimiz biraz imkansız bir haldır. Gəlin yenə yoxlayaq. Bax, A-dan B-yə gələrəm ən qısa yolla 3 ilə. Baxın, A-dan B-yə. B-dən C-yə gələrəm ən qısa 1 ilə. C-dən hara gələrəm? C-dən də F-ə gələrəm 5 ilə. 5 3 eləyəcək 8, bir də buradan eləyir 9. Yox, bu mümkün deyil. Onun üçün cavabımız olacaq 6, B variantı. Artıq biz get-gedə böyük yollar tapırıq. Ona görə bizə lazım deyil bu rəqəmlər. İndi isə belə bir say sisteminə aid sualın həllinə baxaq. Gəlin digər səhifəyə ötürüm, orada daha rahat həll edək. Aha, indi gəlin verilmiş bu müxtəlif say sistemlərində olan rəqəmlərin hər birini onluq say sisteminə gətirək. Birinci başlayaq. Deməli, 222 ədədi verilib 5-li say sistemində 0-1-2 qaydası ilə onluq say sisteminə gətirirəm. 2 vurulmuş 5-in kvadratı üzərinə gəlmiş 2 vurulmuş 5 üstü 1 plus 2 vurulmuş 5 üstü 0. Bu nəticə bizdən necə alınacaq? 5-in kvadratı 25, 2-yə vuranda eləyəcək 50. Üzərinə gəlmiş 5 dəf 2, 10. Üzərinə gəlmiş 2. Bu bizə verəcək 62 ədədini onluq say sistemində. İkinci ədədimiz 111 ədədidir. Üçlü say sistemində 0-1-2 qaydasına əsasən yazıram. 1 vurulmuş 2-nin 3-ün kvadratı üzr istəyirəm. 3-ün kvadratı üzərinə gəlmiş 1 vurulmuş 3 üstü 1 və 1 vurulmuş 3 üstü 0. Burada bizdə nəticə 3-ün kvadratı 9, üzərinə gəlinmiş 3, üzərinə gəlinmiş 1. 12, 13 nəticəsi onluq say sistemində alınmış olacaq. Üçüncü ədədimiz isə 3, 3, 3 ədədi dördlü say sistemindədir. 0, 1, 2 qaydasına əsasən 3 vurulmuş 4-ün kvadratı, 3 vurulmuş 4 üstü 1 və 3 vurulmuş 4 üstü 0 yazacaq. 4-ün kvadratı 16, 3 dəfə 48, üzərinə gəlinmiş 4 dəfə 3, 12, üzərinə gəlinmiş, deməli bizdə alınacaq 3. Nəticə bizdə 63 onluq say sistemində alınmış olacaq. İndi bu aldığımız nəticələrə əsasən bu toplama çıxmanın nəticəsinə baxaq. Deməli 62 ilə 13-ü toplayırıq. 62 üzərinə gəlinmiş 13 çıxılmış 3-cü ədəd. Yəni 63. Deməli bu cəmin nəticəsi bizə verəcək 75-i. Bundan da 63 çıxanda nəticə olacaq bizdə 12 ədədi onluq say sistemində. İndi verilmiş bu ədədi gətirməliyik altılığa. Çünki bizdə nəticəni altılıq say sistemində işləyir. 12 ədədində onluq say sistemindən altılıq say sisteminə gətirmək üçün verilmiş ədədi altılıq say sistemində bölə-bölə getməliyik. Böləcək 6-ya, 2 dəfə 6 verəcək 12-ni, nəticə qalacaq 0. Nəticəmiz olacaq 2, 0 ədədi altılıq say sistemində. Yəni Y variantı. 8-li say sistemində rəqəmləri fərqli ən böyük 5 rəqəmli ədədi 16-lıq say sistemində ifadə edək. 8-li say sistemində rəqəmləri fərqli ən böyük 5 rəqəmli ədəd. Deyək ki, A, B, C, D, Y ədədidir 8-likdə. Bizi gətirməliyik bunu 16-lığa. Bəs bu ədəd hansı ədəd olacaq? Ən böyük ədəd deyirsə 7 ilə başlasın, sonra 6, 5, 4, 3 olsun. Bu olsun bizdə 8-likdə ədəd. Bunu biz əgər 16-lığa gətirmək istəyiriksə, birinci ikiliyə gətirməliyik, ikilidən 16-lığa aparmalıyıq. 4-2-1 qaydası ilə bu ədədi biz əgər ikiliyə gətirsək, deməli necə bir nəticə alacaq? 3-ü almaq üçün 2 ilə 1-dən istifadə edəcək, 0, 1, 1. 4-ü almaq üçün 1, 0, 0. 5-i almaq üçün 1, 0, 1. 6-nı almaq üçün 4, 2. Yəni deməli 1, 1, 0. Və son olaraq 7-ni almaq üçün 3 dənə 1 yazacaq. Verilmiş bu ikili ədədi 16-lıq ədədə gətirmək üçün nə edəcəyik bəs? Deməli 4-4 ayıracaq. 8, 4, 2, 1 əsasən bu bizə verəcək 2 ilə 1-in cəmi, yəni 3. Daha sonra buradan 8, 4, 2, 1 əsasən 4, 2 bizə verəcək 6-nı və buradan 4, 4 parçalayanda 8, 4, 2, 1 əsasən 8, 4, 12, 13. 13 bizdə D-dir, olacaq D və buradan da 3 dənə 1 alınır. Əvvəlinə bir dənə 0 artırmalıyıq ki, 4 bir də tamamlayaq. Olacaq 8, 4, 2, 1 əsasən bu da 7. Cavabımız 7D, 6, 3 ədədi 8-lik, 16-lıq say sistemində alınmalıdır. 7D, 6, 3 cavabımız olacaq A variantı. Bu qədər. Keçirəm növbəti suallara. Verilmiş qraf nümunəsində dövrələrin sayını müəyyən etməliyik. Gəlin əvvəlcə təpələri adlandıraq ki, dövrələri rahat şəkildə tapaq. C, D, Y, F, buna da G yazaq misal üçün. Deməli, birinci dövrəmiz elə ümumi fiqurumuz olsun. Olsun A, B, C, D, Y, F, A. Birinci fiqurumuz olsun bu formada. Daha sonra baxın, bu dörd bucağı tapdıq. A, B, G, F, A. A, B, G, F, A. Belə bir fiqur olsun. Buradakı üç bucağımızı yazaq. F, G, Y, F. F, G, Y, F.
Buradakı bu trapesiyamızı yazaq. B, Y, B, G, Y, üzrsən, B, G, Y, D, C, B. D, C, B. Aha. Daha sonra baxaq görək hansı fiqurumuz qaldı burada. Deməli, indi isə gəlin baxın bu fiqurumuzu bütövlükdə yazaq. Buradakı trapesiyamızı yazaq. A, B, G, Y, F, A. A, B, G, Y, F və A. Aha. Daha sonra indi isə gəlin baxın bu fiqurumuzu tapaq. Burada bir dənə də böyük fiquru var. Baxın buradan başlasaq. B, G, F, Y, D, C, B. Belə bir fiqur çıxaraq ortalığa. Deməli, B, G, əsas odur, yəni qapalı bir fiqurdur da. B, G, F, Y, D, C, B. Daha sonra deməli, buradan gələk. Belə gedək, belə gedək. Ayo, bu qapalı fiqur yaratmıraq. Buradan gələk, belə gedək. Bu trapesiyanı yaratmışdıq mı biz? A, B, G, Y, F, A. A, B, G, Y, F, A. Bəli, bunu yaratmışdıq. 6 dənə dövrə tapdıq. Baxaq yenə. İndi isə baxaq, bax, A, F, G, Y, D, C, B, A. Belə bir fiquru yaradaq. A, F, deməli, G, Y, D, C, B, A. Aha. Burada olacaq 3, 6, bir də buradan 7 dənə dövrə. Daha sonra A məntəqəsindən Y məntəqəsinə müxtəlif yolların sayını müəyyən edək. Dedik ki, A təpəsindən yolumuz var B təpəsinə. Oxumuzu qoyuruq. Bir də A'dan var D təpəsinə. Burada yazıram D təpəsi. Daha sonra B təpəsindən C'yə, D'yə, Y'yə yol var. B təpəsindən deməli C'yə, burada bir dənə C təpəsi çəkək. B'dən C'yə var, B'dən D'yə var, bir də B'dən Y'yə var. Deyək ki, bu da olsun Y təpəsi. Daha sonra C təpəsindən var bir dənə Y'yə, C'dən Y'yə yol var. D'dən C'yə var, Y'yə var. D'dən C'yə də yol var. Aha. D təpəsindən C təpəsinə yol var. Bircə dəqiqə. D'dən C'yə necə yol çəkim onda mən? Gəlin onda D'dən C'yə buradan yol çəkək. Çünki bu başqa cür alınmayacaq bizdə. D'dən C'yə var, bir də D'dən Y'yə də var. Baxın, buradan burada var. Daha sonra Y təpəsinə heç birində yol yoxdur. Tamamdır. İndi bir qoyaq yazaq. Deməli, bir yol buradan gedir, bir yol buradan gedir. Buradan bir yol gedirsə, buradan bir yol buradan çıxacaq, bir yol buradan çıxacaq. D təpəsinə bir yol buradan gəlirsə, bir yol buradan, bir yol buradan, iki yol buradan gəlirsə, ikisi buradan çıxacaq, ikisi də buradan çıxacaq. İkisi bura gəlirsə, B təpəsinə eyni zamanda bir yol çıxır da. 2 buradan, 1 buradan gəlirsə, 3 yol buradan gəlirsə, 3 yol da buradan çıxacaq. Nəticədə Y təpəsinə 2 buradan, 3 buradan, 1 də buradan. 5, bir də buradan 6 yol gəlmiş olacaq. Cavabımız olacaq D variantı. Daha sonra, indi gəlin belə bir say sistemlərinə aid sualın nəsinə baxaq. Deməli, verilmiş ifadənin 16-lıq say sistemində qarşılığı istənilir. Aha, baxaq, 32-nin kvadrat ədədindən başlayaq. 16-lıq say sisteminə gətirmək üçün birinci ədədi 2-nin qüvvətinə gətirməliyəm. 32-ni yazaram 2 üstü 5 kimi, 2-ni də yazaram qüvvətində. Bu bizə verəcək 2 üstü 5 dəfki 10. Daha sonra 16-nın kubu ədədini gətirək. 2 üstü 4-ün kubu. Bu bizə verəcək 4 dəfə 3, 12. Daha sonra 8 üstü 4 ədədini gətirək. 2-nin kubu üstü 4. Bu bizə verəcək 4 dəfə 3, yenə 2 üstü 12. Bu ədəd bizdə necə oldu deməli? 2 üstü 10, üzərinə gəlinmiş 2 üstü 12, çıxılmış 2 üstü 12. Aha, onda elə bizdə bu müsbət, bu mənfi bunlar gedəcək. Nəticə bizdə 2 üstü 10-u verəcək. Bunu da 16-lıq say sisteminə gətirmək üçün 2 üstü 4-ü ayırmalıyıq. 2 üstü 4-ün kvadratı, üzr istəyirəm, hələ 4 dəfə 2, 8 vurulmuş 2 üstü 2. Bu bizə verəcək 16-lıq say sistemində ədədi. Yəni biz 2 üstü 10'u 2 üstü 4 kimi necə yaza bilərik bu formada? Burada 2 üstü 2, yəni 4 olacaq əmsal. Yanında da qüvvətin sayı qədər sıfırlar. Yəni 2 dənə sıfır. Nəticəmiz olacaq C variantı. Buradakı çıxma sizi qorxutmasın. Yəni əslində rahat sualın nəsi. Görürsünüz, burada artıq riyaziyyat öz işini görür və işimizi rahatlaşdırır. Daha sonra keçirəm növbəti suala. Deməli, 600 simvolluq əlifbada kodlaşdırılan 512 səhifəli mətn faylının hər səhifəsində 32 sətr, hər sətrində 128 simvol var. Mətn həcminin 20% bağlantı vasitəsilə 128 kilobit bölünmüş saniyə sürəti ilə neçə saniyə ötürürlər? Əvvəlcə gəlin sözgedən mətnin həcmini tapaq, sonra 20%-ni taparıq. Deməli, bax burada bu mətnin həcmini tapmağımız üçün hansı məlumatlar verilib? Əlifbamız verilib, n bərabər 600. Səhifələrimizin sayı verilib 512. Sətirlərimizin sayı verilib 32. Simvollarımızın sayı bizdə verilib 128. Buna əsasən biz həcmimizi müəyyənləşdirə bilərik.
Əgər mətn informasiyası 600 simvollu əlifbada hazırlanıbsa, bu əlifbada bir simvolun həcmi nə qədər eləyəcək? 600 yerləşəcək 209 ilə 210 arasında. Yəni buradan i'mizi biz 10 bit əldə etmiş olacağıq. Bu məlumatlara əsasən yazıram 10 bit, vurulmuş səhvi sayı, yəni 512, yəni 209, vurulmuş sətir sayı 32, yəni 205, vurulmuş simvol sayı 128, yəni 207. Bərabərdir həcmə. Buradan necə bir nəticə əldə edirəm? 10 bit vurulmuş 200'dür. Deməli buradan neçə alınacaq? 21 bölünmüş. Aha, bu 21 bit aldıq. İndi bunu gəlin kilobitə çevirək. Niyə? Çünki baxırsınız ki, sürət kilobitlədir ona görə. Bunu da kilobitə çevirmək üçün 200 ona bölməliyik. Buradan bunlar gedəcək. Sürətdə qalacaq 211 vurulmuş 10 bit. Bu nəticə bizdə nəyi verəcək? 211 bizdə verir 2048'i. Bunu da ona vuranda 20.480 bit nəticəsini əldə etmiş oluruq. Həcmimiz oldu bu formada. İndi bunun 20%'ini tapmalıyıq. 20.000 üzrsən 480'in 20%'ini tapmaq üçün bu formada yazırıq. Nəticə bizdə bunlar ixtisar gedəndə 2048 vurulmuş 2'ni verəcək. Yəni 211 vurulmuş 2, 201 daha doğrusu. Nəticə bizə verəcək 212 deməli biti. Daha sonra bit yox, üzrsən kilobitə çevirdik axı. Bircə dəqiqə bitdən bit yox, burada artıq kilobitə çevirdik. Nəticə bizə verdi 212 kilobit. İndi deyir ki, bu qədər məlumat V bərabərdir 128 kilobit bölünmüş saniyə sürəti ilə nə qədər müddətə ötürülər? Yəni H bərabər V vur T düsturuna əsasən T-ni necə müəyyənləşdiririk? H-ı V-yə bölərək. T bərabər eləyəcək H bizdə 212 kilobit bölünmüş V də bizdə 128, yəni 207 kilobit bölünmüş saniyəndə çıxarırıq yuxarı. Buradan kilobitlər ixtisar gedəcək. 212, 207 gedəndə qalacaq 205. Nəticə bizdə eləyəcək 32 saniyə. Gəlin yenidən üzərindən keçək. Baxın, əvvəlcə sözgedən mətn informasiyasının həcmini müəyyənləşdirdim burada. Daha sonra gəldim bu hissədə 20%'ini tapdım. Nəticəni 212 kilobit aldım. Və daha sonra həcm verilib, sürət verilib, buna əsasən nə qədər müddətdə məlumatın ötürüləcəyini tapdım. Cavab elədi bizdə 32 saniyə. Ümid edirəm, fikrim aydındır. Daha sonra keçirəm növbəti suala. Deməli 4 dost Ömər, Əli, Zeynəb, Şəfəq fərqli qiymətlərdə 500, 650, 700 və 950 və fərqli adda Asus, Acer, Dell, HP kompüterlərini alıblar. Onların aldıqları kompüterlərlə əlaqəli aşağıdakı mülahizələr məlumdur. Bizdən nəyi soruşur? Aşağıdakı fikirlərdən hansı yanlışdır? Tamamdır. Bunun üçün ən yaxşı qayda bizdə cədvəl qaydasıdır. Cədvəlimizi qurduq, indi mülahizələrimizə baxaq. Deməli birinci mülahizəmiz belədir. Ən bahalı və ən ucuz kompüteri oğlanlar alıb. Ən bahalı və ən ucuz. Demək ki, burada 500 ən ucuz və 950 ən bahalı. Bunları oğlanlar alıbsa, qızlar üçün bunların qabağına minus qoymalıyam. Yəni Şəfəq 500 manatlıq kompüteri almayıb və Zeynəb almayıb. Eyni zamanda bu ikisi 950 manatlıq kompüterləri də almayıblar. Əlinin aldığı kompüter dostların aldığı kompüterlərin qiymətinin ədədi ortasından bahadır. Aha. Deməli, hansısa ikisinin ədədi ortasından bahadır. Baxaq bu mülahizəyə. Qızlar adı eyni hərflə başlayan kompüterləri alıb. Adı eyni hərflə başlayan. Aha, Asus və Acer olacaq. Deməli, qızlarda bunlardırsa, bunları oğlanlar almayıblar. Ona əsasən bu firmalara oğlanlar üçün minus qoyuram. İndi bilmirəm hansını da hələ ki. Sadəcə verilmiş mülahizəyə əsasən yazıram. Daha sonra ən bahalı kompüter deyildi. Tamam. Demək ki, 950 manata olan bu olacaq. 950. Və Şəfəqin kompüteri Zeynəbin kompüterindən ucuzdur və o Asus alıb. Tamam. Demək ki, Şəfəq bizdə Asus alıbsa, digərləri Asus almayacaq. Eləcə də Şəfəq digər kompüterləri almayacaq. Və Zeynəbin kompüterindən ucuzdur deyir. Bizdə iki qiymət qalmışdı qızlara. 650 və 700. Şəfəqin aldığı kompüter Zeynəbin kompüterindən ucuzdursa, demək ki, o Şəfəq alacaq 650 manatlıq kompüteri. Bu durumda Zeynəbə qalacaq 700 manatlıq kompüter. Demək ki, buna 700 manatlıq qaldısa, digərlərinə də minusumuzu qoyduq və daha sonra deyir ki, Şəfəqin kompüteri Zeynəbin kompüterini ucuzdur və o Asus firmasından alıb. Tamam. Demək ki, Şəfəq də bizdə Asusdursa, onda Acer qalacaq Zeynəbə. Burada minus qoyuram, digərlərini ala bilməz və daha sonra deməli, gəlin bu mülahizələrə əsasən kompüterlərin qiymətlərini müəyyənləşdirək. Asus bizdə neçə olacaq? Asus firması olacaq 650 manata. Daha sonra Acer bizdə olacaq. Deməli, Acer bizdə nə qədərdir? 700 manatlıq. Dell-i tapdıq. Dell bizdə 950-dir. Bu durumda HP-yə nə qədər qalır? HP-yə bizdə qalır 700 manat. 700 yox, üzr istəyirəm, 500 manat. Demək ki, HP 500 manatdır. İndi baxaq.
Baxırıq ki, qızlar bu iki kompüterləri alıb, bunlar aydın məsələdir. Yerdə qalır bu iki kompüter. Bizdə şərtdə demişdi ki, əlinin aldığı kompüter dostlarının aldığı kompüterlərin qiymətindən ədəd ortasından bahadır. Əgər biz əlinin aldığı kompüteri 950 götürsək, 950 görək, digər üçün ədəd ortasından böyükmü olacaq? Deməli 500 üzərinə gəlinmiş 700, üzərinə gəlinmiş 650. Bu nəticə bu cəm bizə nəyi verəcək? 2300-ü verəcək. 2300 ilə böləndə 3-ə nəticə bizdə olacaq 766 tam nə qədərsə. Yəni həqiqətən də 950 bunların ədəd ortasından baha olur. Onda del qalır bizdə 50-yə. 50-yə del qalsa, gəlin lap 50-ni 500-dən götürsək. Yox, 500-dən götürsək baha olmayacaq axı. Bax 500 götürsək, yerdə hansı rəqəmlər qalır? 650 qalır, 700 qalır və 950 qalır. Bu cəmin nəticəsi çox üzr istəyirəm. Burada 500 üzərinə gəlinmiş 700, üzərinə gəlinmiş 650 bizə verməlidir 1850-ni. Baxın, bir dəqiqə burada bir səhvə yol verdim. 2 saniyə. Yenə eyni şey olacaq əslində. Sadəcə olaraq qiymətini düzgün qeyd edək. Burada bizə nəticə verir 1850-ni. Bunu da 3-ə böləndə nəticəmiz 616 tam nə qədərsə düşür. Həqiqətən də 950 bundan böyük olur. Keçərlidir. Bu cəmin nəticəsi bizə 2300-ü verir. Bunda 3-ə böləndə burada nəticə 700 tam nə qədərsə düşürdü də. Bayaq yazmışdıq, onu qeyd eləmişdik. 766 tam nə qədərsə düşürdü. Və 500 bundan baha olmadığına görə demək ki, bu variant deyil. Demək ki, onda bizdə 50-nin kompüteri deyil olmuş olur. 50 üçün deyil yazırıq və eyni zamanda qiymətə də 950 yazırıq. Digərlərinə minus qoyduqda Ömərə bizdə nə qalır? HHB qalır, 500 manatlıq HHB qalır. Buna əsasən görək hansı fikir yanlışdır. Ömər ən ucuz kompüteri alıb. Bəli, Ömər ən ucuz HHB alıb, özdə 500 manatlıq. Acer 700 manatlıqdır. Acer bizdə bəli 700 manatı doğrudur. 50 HHB alıb, 50 bizdə del almışdı. Bu səhv variantda. Zeynəbin kompüteri 700 manatdır. Zeynəbin kompüteri bəli 700 manatdır və Acer'dır. Bu doğrudur. Şəfəq Acer almayıb, bu da doğrudur. Bəli, Şəfəq bizdə Asus firmasına aid olan kompüter almışdı. Cavab olacaq yanlış variant C variantı. Keçirəm növbəti sualın nəsindən. İndi ölçü vahidlərinə aid belə bir sual nümunəsi verilir. Cavablar hamısı baytlandı, bayta gətiririk. Birinci 2 kilobaytımızı bayta gətiririk. Bayta gətirmək üçün nə edirdik kilobaytdan bayta? Böyüdən kiçiyə gəliriksə vururuq 210-a. 2-ni vuracaq 210-a, nəticə bizə 211-i, yəni 2048 baytı vermiş olacaq. 50 zaten baytlandı, dəymirik. 64 biti də bayta gətirmək üçün deməli biz kiçikdən böyük keçirəcəksə böləcəyik. 64-ü böləcəyik 2/3-ə, yəni 8-ə. 64-ü də 8-ə böləndə nəticə bizdə 8 bayt alınmış olacaq. Bunu da yazdıq və 2 kilobiti gətirək. 2 kilobiti biz əgər bayta gətirmək istəyiriksə birinci bitə gətirməliyik. Kilobitdən bitə gəlmək üçün vurmalıyıq 210-a. 2-ni vuranda 210-a, nəticə bizə 211 biti vermiş olacaq. Bitdən də biz əgər bayta gəlmək istəyiriksə bölməliyik 2/3-ə. 211-i 2/3-ə böləndə nəticə olacaq 208, yəni 256 bayt. Daha sonra toplama çıxmasına gələk. Deməli 2048-in üzərinə gəlməliyəm 50 baytı, bundan çıxmalıyam 8 baytı, bundan da üzərinə gəlməliyəm 256 baytı. Bu nəticə bizə nəyi verəcək? Deməli 2048 üzərinə gəlinmiş 50, buradan alacaq 2098, çıxanda 8 baytı nəticəni alacaq 2090, üzərinə də 256 baytı gələndə 2346 bayt nəticəsini əldə eləmiş olacaq. Cavabımız olacaq A variantı. İndi keçirik bu sual nümunəsinə. Burada bizə nə deyir? 2 mətn faylının birlikdə həcmi 10 megabaytdır. Aha, gəlin yazaq, H1 üzərinə gəlinmiş H2 bizdə 10 megabaytı verir. Unicode standartında kodlaşdırılan 2048 səhifəlik mətn faylının hər səhifəsində 2048 simvol var. Digər mətn faylında ümumilikdə 220 simvol olarsa, faylın kodlaşdırıldığı əlifbanın gücünü müəyyənləşdirməyimiz istənilir. Aha, deməli, Unicode standartında, yəni 2 baytda kodlaşdırılıb, 2048 səhifəsi var, yəni 211 sayda səhifə var, 2048 simvol var, yəni 211 sayda simvol var. Buradan biz nəticəni neçə bayt alacaq? 223 bayt. 211, 11, 222-ni verəcək. 2 də buradan, 1 də buradan 223 baytı verəcək. Bunu biz əgər megabayta çevirsək 220-yə böləcək. Nəticə bizdə 203, yəni 8 megabaytı vermiş olacaq. İndi bizə nə deyir? Digər mətn faylında ümumilikdə 220 simvol var. Aha, indi bir nüansı deyim. Bax, biz burada elə bilin ki, bir H-ı tapdıq da. H1, hər hansı bir mətn faylının həcmini tapdıq. Bizə deyir ikisi bir yerdə 10 megabaytdır. Əgər biri 8 megabaytdırsa və ümumisi 10 megabaytdırsa, demək ki, ümumi digər mətn faylı nə qədər eləyəcək? 2 megabayt eləyəcək. İndi buradan da, bax, simvol sayı verilib 220 sayda simvol. Həcmini də tapdıq 2 megabayt.
2 megabayt haşında tapdıq. Bizdən əlifbanın gücü istənilir. Əlifbanın gücü, əlifbanın qüvvəti, maksimum simvolların sayı dedikdə n nəzərdə tutulur. Deməli, n-i tapmalıyıq. N üçün də birinci i-biti tapmalıyıq. Bu düsturdan necə tapacağıq biz burada? Deməli, simvol sayı vurulmuş i-bit bərabər həcm düsturundan. I-biti necə əldə edə bilərik? Həcmi simvolun sayına bölərək. Həcm bizdə 2 megabaytdır. Bunu bitə çevirmək üçün deməli 2/23-ə vurmalıyam. 2/23 bit bölünmüş məxrəcdə 2/20 sayda simvol. 23 ilə 20 gedəcək, sürətdə qalacaq 2 vurulmuş 2/3. Bu bizə verəcək 2/4-ü, yəni 16 biti. Aha, n də bizdə 2/16 eləməlidir. Bir dəqiqə görmədə səhv eləmədim. Deməli, H1, H2 cəmi 10 megabaytdır. Birinin həcmini verilən məlumatlara əsasən müəyyənləşdirdim. Digərinin həcmini bu cəmə əsasən tapdım. Simvol sayı həcm verilib, i-ni tapdım. Oradan da n-i tapdım. Bəli, doğrudur. i-miz 16 bitsə, n-imiz eləyəcək 2/16. Yəni, nəticəmiz 65536 eləməlidir. Buna əsasən cavabımız olacaq C variantı. Daha sonra keçək növbəti suala. Aşağıda verilmiş qraf nümunəsində A məntəqəsindən O məntəqəsinə gedən müxtəlif yolların sayını müəyyənləşdirməliyik. Müəyyənləşdirək. Deməli, A-dan bir yol buradan çıxır, bir yol buradan, bir yol da buradan. Bir yol B-yə gəlirsə, deməli 1 də buradan çıxacaq, eyni zamanda 1 də buradan çıxacaq. C-yə 1 gəlirsə, 1 buradan çıxacaq, 1 də buradan çıxacaq. D məntəqəsinə 1, 2, 3 gəlirsə, 3 buradan çıxacaq, 3 də buradan çıxacaq. G məntəqəsinə 3, 1, 4 gəlirsə, 4 buradan çıxacaq, 4 də buradan çıxacaq. F məntəqəsinə 1 gəlirsə, 1 buradan çıxacaq, 1 də buradan çıxacaq. 4, 3, 7, 8, 9 G məntəqəsinə gəlirsə 9 da çıxacaq. 10, 14 H məntəqəsinə gəlirsə 14 buradan çıxacaq, 14 buradan çıxacaq, 14 də buradan çıxacaq. K-ya 14 gəlirsə 14 buradan çıxacaq, 14 buradan çıxacaq. J-yə 14 gəlirsə 14 buradan, 14 də buradan çıxacaq. L məntəqəsinə 3, 14 gəlirsə, deməli 3, 14 də çıxacaq, yəni 42 buradan çıxacaq, 42 də buradan çıxacaq. M məntəqəsinə 14 gəldi, 14 də buradan çıxdı. N məntəqəsinə 42 bir yandan, 14 də bir yandan gəlirsə, demək ki, bunların cəmi 56 buradan çıxacaq. Və nəticədə O məntəqəsinə 42 buradan, 56 buradan, 14 də buradan gəlmiş olacaq. Cəmə baxaq, 42, 14. Nəticə bizə verəcək 6, 4, 10, 5, 1, 6, 70 və üzərinə də 42-ni gəldikdə 2, 7, 4, 11. Nəticə bizə verəcək 112. Yəni cavabımız olacaq A variantı. Keçirəm növbəti suala. Verilmiş ifadələrdən ən böyüyünü müəyyənləşdirin. Tamamdır. Gəlin keçək növbəti səhifəyə, analiz edək bu sualı. Deməli, buradan yazırıq. Deməli, 115 ədədi 6-lıqdadır. Bunun üzərinə 112 ədədi gəliblər 7-lik say sistemində. Hamısını gətirək 10-luq say sisteminə, ən böyüyünü rahat tapaq. Deməli, 0, 1, 2, 0, 1, 2. Rahat şəkildə, yəni qısa şəkildə yazacağım. Bu bizə verəcək 1 vurulmuş 6-nın kvadratını, yəni 36. Üzərinə gəlinmiş 1 vurulmuş 6 üstü 1, yəni 6. Üzərinə gəlinmiş 5 vurulmuş 6 üstü 0, yəni 5. Üzərinə gəlinmiş, buradan alacaq biz, deməli, 1 vurulmuş 7-nin kvadratı, yəni 49, deməli, üzərinə gəlinmiş 1 vurulmuş 7 üstü 1, yəni 7 və 2 vurulmuş 7 üstü 0, yəni 2. Bu nəticə bizə verəcək, deməli, 47-ni, bu isə bizə verəcək, deməli, 58-i. Bu cəm isə bizdə 105 alınmış olacaq. Daha sonra keçirəm növbəti suala, B variantına da doğrusu. 54-ün üzərinə gəliblər 43-ü 16-lıq say sistemində. 4, 3 eləyib 7, 5, 4 eləyib 9. Hər ikisi 16-lıqda var, düzgün şəkildə gedəcək. Bunu 10-luğa gətirəndə 9 vurulmuş 16 üstü 1, yəni 9 dəfə 16-nı hesablamalıyıq. Nəticə bizə nəyə verəcək? Deməli, nəticə bizə verəcək 144, üzərinə gəlmiş 7 vurulmuş 16 üstü 0, yəni üzərinə gəlmiş 7. Nəticə bizdə 151 ədədi 10-luq say sistemində alınmış olacaq. Burada 105 ədədi 10-luqda alındı. İndi gəlin C variantına baxaq. Deməli, 1, 0, gəlin elə bunun altına yazaq, bir də əlavə yer aparmasın. Deməli, bunun üzərinə gəlməliyəm 3 dənə 0, daha sonra 2 dənə 1. 1, 1. Aha. Bu cəm bizə verəcək ikili say sistemində 0, 0, 0, 1, 1, 0, 1. Bir cədə gözürsəm. 1 burada və 1, 1 eləyəcək 2, 1 yazacağım, 0 yazacağım, 1 yadda, 1 atacağım əvvəlinə. Bu ikilikdə alınacaq 0, 1, 2, 3, 4, 5 ilə gətirəcəm 10-luğa. 2 üstü 5 bizə verəcək 32-ni, 2 üstü 3 bizə verəcək 8-i və 2 üstü 1 verəcək 2-ni. 8, 2, 10, 12, 3, 4 eləyəcək bizə 42 ədədi 10-luq say sistemində. 10-luq, bu da 10-luqdur, bu da 10-luqdur. Bizə verəcək 140 ədədini 10-luq say sistemində. Hər ikisi 8-likdə də toplayaq. Üzərinə 23 gələndə 3, 1, 4, 2, 1. Bu bizə verəcək 8-dən 10-luğa gələndə 64, üzərinə gəlmiş 2 dəfə 8, 16 və 4. Nəticə bizə verəcək, deməli 4, 6, 10, 14, 1 yadda, 6, 1, 7, 1 yadda 84 ədədi 10-luq say sistemində. Ən böyük bizdə hansı olacaq? Ən böyük olacaq 151 10-luqda, yəni 54 ilə 43-ün cəmi. Olacaq 76-da B variantı. Keçirəm daha sonra növbəti sual nümunəsinə.
Deməli, 150 rəng çalarlı standartda kodlaşdırılan qrafik faylın enini 2 dəfə artırıb, uzunluğunu 4 dəfə artırdılar. Daha sonra faylı 200 rəng çalarlı standartda kodlaşdırdılar. Faylın həcmi necə dəyişdi? Gəlin bu məsələni tam geniş şəkildə sizə izah edeyim. Burada baxıram ki, bəzi abituriyentlərdə çətinlik yaranır. Baxaq. Bax, bu suala necə yanaşırıq? Bizim qrafik informasiyamızın həcmi A vurulmuş, B vurulmuş, I bit bərabər həcm düsturu ilə hesablanır. Burada A da, B də, I də həcmdən düz mütənasib asılıdır. Yəni, bunlar artdıqca həcm artacaq, azaldıqca azalacaq. İndi burada rəng çaları verilib. Rəng çaları bizdə nə idi? N idi. Düzdür, N bərabər 2 E. Baxın, görürsünüz ki, rəng çalarının həcmdən bir əlaqəsi yoxdur. I bitin əlaqəsi var. Ona görə biz rəng çalarından I biti tapmalıyıq, ondan sonra onu müqayisə eləməliyik. Görəsən orada necə bir artma və ya azalma müşahidə olunur. Baxın, indi bizə deyir ki, hələ ki rəng çalarına daxil olmuruq, baxmırıq. Gəlin elə qrafik faylın enindəki və hündürlüyündəki belə deyək, piksellərin sayına baxaq. Bizə deyir ki, bax, əvvəl H idi informasiyanın həcmi. Daha sonra enindəki enini 2 dəfə artırdılar, uzunluğunu 4 dəfə artırdılar. Yəni, bax, elə bilin ki, A-nı 4 dəfə artırdılar, B-ni də 2 dəfə artırdılar. Həcm nə qədər artacaq? 4 dəfə 2, 8 dəfə artacaq da. Bax, ikinci dəfə həcm olacaq, bir dəfə 2 dəfə artdı, bir dəfə də 4 dəfə artdı. Yəni, həcmə vurulacaq. Bu bizdə 8H olacaq. Əvvəl H idi, indi oldu 8H. 8 dəfə artdı. İndi rəng çalarına gəlirik. Bax, N1-imiz bizdə neçədir? 150. N2-miz bizdə neçədir? Deyir, sonra 200 rəng çalarına kodlaşdırılıb. 200-də. Əgər bizdə rəng çaları 150-dirsə, rəngin dərinliyi nə qədər eləyəcək? 150 yerləşir harda? 2/7 ilə 2/8-in arasında. Demək ki, burada I bit bizdə 8 eləyəcək. Düzdürmü? Bəs 200 olanda necə olur? 200 harda yerləşir? Yenə 2/7 ilə 2/8-in arasında. Yenə I bizdə 8 bit eləyəcək. Baxırıq ki, rəng çalarına görə həcmdə bir dəyişiklik hiss olunmayacaq. Əvvəldə 8 bitlə həcm hesablanacaq, sonra da 8 bitlə hesablanacaq. Yəni bir dəyişiklik burada müşahidə olunmur. Dəyişiklik sadəcə piksel sayının artmasına görə müşahidə olunur. Ona görə cavabımız olacaq sadəcə 8H. Yəni 8 dəfə artırılma B variantı. Keçirəm növbəti suala. Həcmi 64 MB olan tam dolu diskdən, 64 MB ümumi həcmdir. Bu tam dolu diskdən həcmi 5 MB olan 3 ədəd qrafiki fayl. Bir qrafiki faylın həcmi 5 MB-dırsa, üçünün həcmi nə qədər eləyəcək? 5 dəfə 3 eləyəcək 15 MB. 15 MB-lı bir qrafika silinib. Daha sonra hər birinin həcmi 3072 KB olan 4 ədəd mətn faylı silinib. Bir mətn faylının həcmi 3072 KB-dırsa, 4-ünün həcmi 4 vurulmuş 3072 eləyəcək. Gəlin bunu da megabayta gətirək. 4 vurulmuş 3072-ni yazaram 3 vurulmuş 2/10 kimi. Bu hasil mənə 3072 KB verir. Bunu da mən kilobaytdan megabayta gətirmək üçün 2/10-a böləcəm. 2/10'lar gedəcək, qalacaq 4 dəfə 3 12 megabayt. Demək ki, bundan eyni zamanda 12 megabaytlı bir fayl silinibdir. Və hər birinin həcmi 2 megabayt olan 10 ədəd səs faylı silinib. Birinin həcmi 2 megabaytsa, onun həcmi 2 vurulmuş 10 20 megabayt eləyəcək. Deməli, buradan eyni zamanda 20 megabaytda bir həcmdə olan fayl da silinib. Daha sonra diskə həcmi 6 megabayt olan 2 ədəd video faylı yazılıb. Demək ki, bunun üzərinə təzədən gəliblər 2 dəfə 6 12 megabaytlı bir video faylını. Gəlin görək bunun nəticəsi nə olur bizdə. Bunlar 12 müsbət mənfi gedəcək. Deməli, 64-dən 15 çıxacaq, ondan da 20 çıxacaq. Nəticə bizdə burada 29 megabayt alınmış olacaq. İndi bizə deyir ki, diskə əlavə olaraq həcmi 3 megabayt olan neçə fayl yazmaq olar? Yəni, diskin ölçüsü bizdə 29 megabaytdır. Bu diskə həcmi 3 megabayt olan neçə dənə fayl əlavə edə bilərik? Bunu bölərəm 3-ə. Bu bizdə nəyi verəcək? 9 tam nə qədərsə. Deməli, 9 dənə fayl həcmi 3 megabaytdan olan 9 fayl sığışacaq. Amma artıq bunu yuvarlaq edib 10 götürə bilmərik. 10-cu fayl sığışmayacaq. Onun üçün bizdə 9 dənə fayl alınmış olacaq, yəni C variantı. Həqiqətən baxın, 3 dəfə 9 bizdə 27 eləyir. Amma 3 dəfə 10 götürsək bizdə 30 megabayt alınacaq. 30 megabaytlıq faylı biz 29 megabaytlıq diskə necə yaza bilərik? Bu mümkün deyil axı. Onun üçün cavabımız olacaq C variantı. Baxaq növbəti suala. Deməli, baxırıq ki, bizə deyir simvol sayı 2 dəfə azalır. Düzdür, əvvəl simvol sayı S idi. 2 dəfə azalırsa biz bunu S bölünmüş 2 kimi yaza bilərik. Düzdür. Deyir ki, indi faylın həcmi bu zaman 1 megabayt azaldı. Bax, əvvəl S idi. S nəyə bərabərdir? S bölünmüş 2 plus S bölünmüş 2-yə. Bax, bu 2 dəfə azalanda yerdə nə qədər qalır? S bölünmüş 2 qalır. Bu S bölünmüş 2 bizdə 1 megabayt həcmə malikdir. Burada S nə qədər eləyəcək onda? S bizdə eləyəcək 2 dəfə 1 2 megabayt. Bunu da bayta gətirəndə 221 bayt alınacaq. Deməli, ilkin həcmi məndə 221 baytdır, düzdürmü? İndi bizə deyir ki, ASCII standartında kodlaşdırılarsa ilkin simvol sayını müəyyənləşdirin. Həcm bərabərdir 221 bayta və bu ASCII-də kodlaşdırılıbsa, ASCII-də bir simvolun 1 baytdır.
Deməli, mən burada simvol sayını tapmaq üçün həcmi bölməliyəm ASCII-yə. Yəni 221 baytı böləndə 1 bayta baytlar gedəcək, nəticə eləyəcək 221 sayda simvol. Cavabımız eləyəcək C variantı. Baxaq növbəti sualın nəsinə. Onluq say sistemində verilmiş bu ifadə 16-lıq say sistemində müəyyənləşdirək. Əlbəttə. Birinci başlayaq 32-nin kub ədədindən. Bunu 2/5 kimi necə yazaram? 2-nin qüvvəti kimi yazaram, 2/5 kimi. 2/5-in üstü 3, 5 dəfə bizə verəcək 215-i. Daha sonra 16/4-ə baxaq. 2/4-ün üzəri 4 kimi yaza bilərik. Bu bizə verəcək 4 dəfə 4 16-nı və 53 ədədinə baxaq. 53-ü də biz onluq say sistemindən 16-lığa gətirmək üçün 16-ya belə getməliyik. Yəni 53-ün daxilində 16 neçə dəfə yerləşəcək? Haradasa 3 dəfə yerləşər. Belə deyim də 3 16 bizə verəcək 48-i. 4 16 64 verirdi ona əsasən, bəli. Deməli burada nəticə bizə neçə alınacaq? Buradan çıxanda bizə verəcək 5-i. Nəticə olacaq 3 5 ədədi 16-lıq say sistemində. İndi davam edək. 215 ədədini 2/4 kimi necə yazarım? Yəni 16-lığa gətirirəmsə 2/4-ə ayırmalıyam da. 215-i 2/4 kimi 2/4-ün üzəri 4 dəfə 3 12 vurulmuş 2/3 kimi yaza bilərəm. Bu bizə verəcək əmsal, yəni 8 yanında 3 dənə 0, 1, 2, 3 dənə 0 verəcək. Daha sonra 216 ədədini necə yazaram? 2/4-ün üzəri 4 kimi. Bu bizə verəcək 1 yanında 4 dənə 0, 1, 2, 3, 4 dənə 0 və 35-i 16-lıqda zaten aldıq. Bu ədədlərin cəmi bizə nəyə verəcək? 1 yanında 4 dənə 0-ın üzərinə 8 yanında 3 dənə 0 gəlirik. Üzərinə də 3, 5 ədədini gəlirik 16-lıq say sistemində. Nəticə deməli 5, 3, 0, 8, 1 bu formada alınmış olacaq. Yəni cavab eləyəcək buna əsasən A variantı. Daha sonra ölçüləri bu formada olan divara maksimum hansı ölçüdə monitor yerləşər? Aha, düyüm məsələləri. Bax bu bizim deyək ki divarımızdır, hətta monitorumuzdur da belə deyək. Bu belə deyim, divarımız üzrəsən, divar deyir axı. Bu divarın deyir ki, deyək ki, eyni 36-dır, hündürlüyü 48 cm-dir. Onda bizim diagonal ölçümüz nə qədər eləyəcək Pifaqor teoreminə əsasən? Deməli, bu deyək ki, A-dır, bu B-dir, bu da C-dir. C-ni necə tapırdıq? C kvadratı bərabər A kvadratı plus B kvadratı düsturu ilə. Buradan C bizə verəcək A-nın kvadratı da B-nin kvadratının cəmini kökün altında. Yəni, buradan A kvadrat, yəni 36-nın kvadratı üzərinə gəlinmiş 48-in kvadratına baxacaq. Nəticə bizdə kökün altında 36-nın kvadratı 1296, 48-in kvadratı deməli 2304 və bunların cəmi 3600-ü vermiş olacaq. Bundan da kökümüz 60 çıxacaq. 60 nə? 60 cm. Axı hər ikisi santimetr nə idi? Baxın ona əsasən. Və baxırıq ki 60 cm yoxdur, 60 düyüm var. O zaman nə edək? Santimetri düymə çevirək. Biz də bilirdik ki bir düyümümüz bizim 2,54 cm idi. Bir düyüm 2,54 cm idi. Bu durumda 60 cm-imiz neçə düymə eləyəcək? Bunun üçün nə edəcəm? 60-ı böləcəm 2,54-ə. Nəticə bizdə x-da 23 tam nə qədərsə eləyəcək. Biz bunu yuvarlaq edib 24 götürə bilmərik. 23-ün özünü götürəcək. Çünki yuvarlaq eləsək, alacağımız monitorun ölçüsü divardan böyük olacaq və divara sığışmayacaq. Onun üçün cavabımız olacaq 23 düym. Qonşuluq matrisi verilib, qrafın neçə dənə tili var? Əgər biz cədvələ əsasən tilləri tapmaq istəyiriksə, bunun üçün nə edirik? Deməli, til sayı vurulmuş 2 bərabər birlərin sayını düsturuna əsasən tapırıq. Burada bir sayı nə qədərdir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 dənə 1 var. Deməli, til sayı nə qədər eləyəcək? 14-ü böləcək 2-yə 7 dənə til sayı alınmış olacaq. Cavabımız olacaq bizdə Y variantı. Daha sonra keçirəm növbəti sualının nəsinə. Deməli, çıxış qruqları olan variantları artan sırayla düzün və alınmış onluq say sistemindəki ədədi 8-lik say sistemində ifadə edin. Çox maraqlı bir sual nümunəsidir. Çıxış qruqları hansılardır? Skyner girişdi, bir dənə monitorumuz çıxışdı, printer çıxışdı, kamera girişdi, printer 2 nömrəlidir, bir dəqiqə. Printer 2-dədir, kamera girişdi, klaviatura girişdi, mikrofon girişdi. Elə burada bir dənə çıxış qurğusu, monitor və printer olacaq. Deməli, bunu deyir artan sırayla düzün. Tamam, olacaq 2-4 ədədi onluq say sistemində. İndi bunu 8-likdə ifadə edin. Onluqda verilmiş ədədi 8-liyə gətirmək üçün 8-ə belə getməliyəm. 3 dəfə 8, 24, nəticə bizə verəcək 0. Yəni, burada 3 0 ədədi 8-likdə alınmış olacaq. Çox gözəl, əlaqəli bir sual nümunəsidir. Onluq say sistemində verilmiş bu ədəd 8-lik say sistemində qarşılığını müəyyənləşdirir. Onun üçün nə edirəm? Bu ədədlərin cəmini tapıram. Bu bizə verir 248 ədədini onluq say sistemində. Bunu da mən 8-liyə gətirmək üçün nə edirəm? 8-ə belə gedirəm. 248-in içərisində 8 31 dəfə yerləşəcək. Burada qalacaq nəticədə 0. 31-i 8-ə böləcəyik. 4 dəfə 8, 3 dəfə 24, nəticə bizə verəcək 7-ni və axırdan əvvələ doğru düzəndə 3, 7, 0 ədədi 8-likdə alınmış olacaq. Daha sonra
Deməli, neçənci suala baxdıq? 84-ə baxdıq. Keçirəm növbəti suala. 84, 85 bəs yoxdur, 86 var. Yox, baxaq 86-ya. Verilmiş qraf nümunəsində qonşuluq matrisi qurularsa, matrisdəki birlərin, sıfırların fərqini müəyyən edin. Gəlin bunun matrisini, qonşuluq matrisini qurmadan buradan əldə edək. Baxın, təpələri tutaq ki, adlandırdıq A, B, C, D, Y ilə. Bizdə neçə dənə təpə var? 1, 2, 3, 4, 5. Hətta gəlin bunu daha düsturlarını falan qeyd edərək daha detallı şəkildə izah edim. Bircə dəqiqə. Bax, biz bir neçə düstur demişdik qraflarında sıfırların, birlərin tapılmasına aid. Birinci nə edirdik? Ən birinci təpələrin sayını tapırıq. Daha sonra ikinci təpə sayı yazaq bura. Daha sonra təpə sayının kvadratını tapırdıq. Təpənin kvadratını tapırdıq. Daha sonra deyirdik ki, təpələrin kvadratı mənə sıfırlar və birlərin cəmini verirdi. Bəs burada birləri necə tapırdıq dördüncü? Birləri də tapmaq üçün biz til sayını 2-yə vuraraq birləri əldə edirdik. İndi buna əsasən qrafımıza baxaq. 1, 2, 3, 4, 5 dənə burada təpə var. Təpə sayını tapdıq, gəlin rəngimizi dəyişdir. Təpə sayı oldu 5. 5-in kvadratı bizə verəcək 25-i. İndi gəlirik növbəti hissəyə. Görək burada neçə dənə til var. Deməli, bir burada 2, biri burada 3, 4, 5, 6, 7, 8 dənə til var. Til sayı oldu 8, 2-yə vuranda burada eləcək 16 dənə birlərin sayı. İndi 25 kvadratı, 5-in kvadratı daha doğrusu elədi 25, bərabərdir sıfırların sayı, üzərinə gəlmiş birlərin sayı, yəni 16. Burada sıfırlar nə qədər eləyəcək? Sıfırlar burada alınacaq bizdə 9. İndi bizdən nə istəyirdi? Matrisdəki birlərlə sıfırların fərqini. Aha, sıfırlar 9-dur, birlər 16-dır. Fərq nə qədər eləyəcək? 16-dan çıxacaq 9-u eləyəcək 7. Bu qədər. Daha sonra baxaq növbəti sualla. İnformasiyanın prosesləri, xassələri, təqdim edilmə formaları. İnformasiya prosesləri emal, ötürülmə, saxlanılma. Emal başqa yoxdur. Burada A variantı. Xassələr, tamlıq, adekvatlıq, aktuallıq, etibarlılıq, dəqiqlik, faydalılıq və s. Adekvatlıq və etibarlılıq oldu burada. Yox, adekvatlıq və aktuallıq. B və D gedəcək 2-yə. İnformasiyanın təqdim olunma formaları. Deməli, necə təqdim edə bilirdik biz informasiyanı? Mətin, qrafika, video, səs və ədədi formada təqdim edirdik. Burada buna aid niyəsə variant yoxdur. Niyə? Axı, deməli, burada kəsilən var, itirilən var. Belə bir axı düzgün deyil bu variantlar. Burada sualda qeyri-müəyyənlik var. Bilirsiniz, təqdim edilmə formaları bayaq sadaladıqlarım mətin, qrafika, video, səs, ədəddir. Kəsilən, ümumiyyətlə itirilən deyilən bir şey yoxdur informasiyada. Bunu qoyduq qırağa. Kəsilən, kəsilməz isə baxın burada qeyd olunub kainatın mühazirəsində. Görürsünüz, burada informasiyanın formaları olaraq qeyd olunub. Kəsilməz, kəsilən informasiya. İnformasiyanın təqdim olunma formaları isə bizdə bayaq dediyimiz hissədir. İnformasiyanın verilmə üsulları, təqdim edilmə üsulları isə baxın bunlardır. Analoq rəqəmsal informasiya informasiyanın formalarıdır. Bəli, burada əslində bəlkə də buna Y variantı qeyd olunubdur, amma yenə də biraz sualda normallıq var. Kəsilən informasiya bizdə kompüterin yaddaşında olan informasiya idi, rəqəmsal informasiya deyirdik biz ona və ya diskret informasiya deyirdik, ikilik kodla kodlaşdırılan informasiya deyirdik. Və bunun ikinci halı burada da qeyd olunub, kəsilməz informasiya var. Kəsilməz təbiətdən aldığımız səslərdir, onluq kodla kodlaşdırılan informasiyadır və ya analoq informasiya da adlandırılmış olurdu. Daha sonra burada təxminən 1-ə gedəcək A, 2-ə gedəcək B və D, 3-ə də Y. 3-ə sual qoyuram, tam olaraq Y demək olarmı bilmirəm. Keçək bu son ikinci suala. Deməli, belə bir sual nümunəsi verilib. Həcmi CMYK standartında kodlaşdırılan, bu ölçüdə olan qrafiki təsvirin həcmindən 2 dəfə çox, belə bir standartda kodlaşdırılan mətn faylının hər səhifəsində 128 sətr, hər sətirdə 256 simvol olarsa, fayldakı sətirlərin sayını müəyyən edin. Bu nə deməkdir? Baxın, gəlin bunu bir qısa formada qeyd edək. Hissə-hissə gedək. Baxın, bunu endirək aşağı əvvəl. Bax, bizə nə deyir? Deməli, qrafikanın haşı. Bizdə bu həcmdən 2 dəfə çox olan mətnin haşı var. Yəni, belə deyək də, mətnin həcmi bərabərdir 2 qrafikanın həcminə, 2 vurulmuş qrafika haşına. Biz əvvəl qrafikanın həcmini tapıb 2-yə vuraq ki, burada mətnin həcmini əldə edək və mətnin həcminə əsasən də mətndə olan sətir sayını tapaq. Deməli, qrafikanın haşını necə tapacaq? Haş bərabərdir CMYK standartında bir pikselin həcmi bizdə eləyəcək 4 bayt. Vurulmuş, A vur B bizdə, A deməli 1024-dür, B 512-dir. Yəni, 2 üstü 10 vurulmuş 2 üstü 9-da. Buradan yazacağım 2 üstü 2 bayt, vurulmuş 2 üstü 10, vurulmuş 2 üstü 9. Buradan nəticəmiz eləyəcək 2 üstü 21
byte. İndi bizə deyir ki, bundan 2 dəfə çox mətnin həcmi var. Yəni mən 2 üstü 21-i vursam əgər 2-yə alacağam 2 üstü 22 byte mətnin həcmi. İndi bu həcmin düsturuna əsasən mətnin həcmi verilib, standartımız verilib Unicode. Daha sonra hansı məlumatlarımız var? Sətir sayı. Sətir sayı bizdə verilib. Tamam, sətir sayı bizdə verilib. 128. Onda artıq məsələ fərqli olub gedəcək. 256 sayda da simvol verilibsə, gəlin biz bu məlumatlara əsasən səhifəmizin sayını tapaq. Baxın, məsələ necə gedəcək burada? Deyir ki, 128 sətir var hər səhifədə. Əgər hər səhifə nə deməkdir? Bir səhifə deməkdir də. Bir səhifədə əgər 128 sətir varsa, onda görəsən neçə dənə səhifədə neçə dənə sətir olacaq? Bax, o neçə dənə səhifəni, yəni ümumi mətndəki səhifə sayını indi biz tapacağıq və ona əsasən də ümumi sətir sayını müəyyənləşdirəcəyik. İndi səhifə sayı bizdə nə qədər eləyəcək? Səhifə sayı bərabərdir. Düsturumuz necə idi? Səhifə vurulmuş sətir, vurulmuş simvol, vurulmuş i-bit bərabər həcm. Buradan səhifə sayını tapmaq üçün həcmi, yəni 2 üstə 22 baytı böləcək digərlərinin hasilinə. Unicode'da bir simvol yaddaşda 2 bayt yer tuturdu. Sətir sayı 2 üstü 7-dir, simvol sayı 2 üstü 8-dir. Sürətdə alınacaq 2 üstü 22 bayt, məxrəcdə alınacaq 2 üstü 16 bayt. Və əsaslar indi bölmə zamanı üstlər çıxılanda 22-dən 16 çıxacaq. Nəticə bizə verəcək 2 üstə 6, yəni 64 baytı. 64 bayt yox üzrdən baytlar gedəcək 64 dənə səhifəni. İndi məsələ nədir? Əgər bir səhifədə 128 sətir varsa, bəs o zaman 64 səhifədə nə qədər sətir olacaq? Bax, bunu tapmalıyıq. X-i də tapmaq üçün 64-ü vuracaq 128-ə. Yəni 2 üstə 6-nı vuracaq 2 üstə 7-yə. 7 6 eləyəcək 2 üstə 13 sayda. Demək ki, 2 üstə 13 sayda bizim ümumi sətirimiz olmuş olacaq. 2 üstə 13 də bizdə 8190 til verir. Hər iki cavab doğru olacaq. İndi isə bu suala baxırıq. Deməli, Fərman restoranda 126 manatlıq pul xərclədi. Daha sonra marketdə 103 manatlıq ərzaq aldı. Deməli, evə qayıtmaq üçün taksiyə 53 manat ödəniş etdi. Fərmanın 36 manat pulu qaldı. Evdən çıxmazdan əvvəl 330 manat pulu var idi. Deməli, ümumi 330 manat pulu olub. Ümumi olub 330 manat pulu. Hansı say sistemindədir bilmirəm. Amma bu bərabərdir bütün bunların cəmində. Çünki bütün bu pullar 330 manatın üzərindən xərclənir. Yəni, üzərinə gəlmiş 126 manat x-lıq say sistemində, 103 manat yenə x-lıqda, 53 manat x-lıqda və 36 manat x-lıq say sistemində. İndi gəlin görə bu proses hansı say sistemində aparılıb? Deməli, 0, 1, 2, 0, 1, 2. Hər iki tərəfi onluq say sisteminə gətirirəm. 0, 1, 0, 1, 2. Bu bizə verəcək ən xırdalığına qədər yazıram. 3 vurulmuş x-in kvadratı üzərinə gəlmiş 3 vurulmuş x üstü 1 və 0 vurulmuş x üstü 0 bərabərdir. 1 vurulmuş x kvadratı üzərinə gəlmiş 2 vurulmuş x üstü 1 və 6 vurulmuş x üstü 0. Üzərinə gəlmiş 1 vurulmuş x üstü 2, üzərinə gəlmiş 0 vurulmuş x üstü 1 və 3 vurulmuş x üstü 0. Üzərinə gəlinmiş deməli 5 vurulmuş x üstü 1 və 3 vurulmuş x üstü 0. Üzərinə gəlinmiş 3 vurulmuş x üstü 1 və 6 vurulmuş x üstü 0. Nəhayət bitdi. Deməli, bu ifadə bizə verəcək 3x kvadrat üzərinə gəlinmiş 3-ü. Bu zaten 0-a gələcək. Bərabərdir. X kvadrat üzərinə gəlinmiş 2x üzərinə gəlinmiş x üstü 0 mənə 1 verdiyinə görə bir dəfə 6, 6 üzərinə gəlinmiş yenə x kvadrat üzərinə gəlinmiş bu 0-ı verir. 3 üzərinə gəlinmiş, düzəməlli yazaq. Deməli, üzərinə gəlinmiş 3, üzərinə gəlinmiş 5x plus yenə 3 və plus 3x plus 6. Belə bir nəticə əldə edirik. Buradan alırıq yenə 3x kvadrat üzərinə gəlinmiş 3 bərabərdir. X kvadrat eləyəcək 2x kvadrat üzərinə gəlinmiş. 2x, 5x, 3x. 5x eləyəcək 8. 2 də buradan eləyəcək 10x və üzərinə gəlinmiş 6, 3, 3, 6. 3 dəfə 6 eləyəcək 18. Və daha sonra burada necə bir nəticə əldə edəcək? 3x kvadrat üzərinə gəlinmiş 3, çıxılmış bu tərəfə keçirək hamısını. 2x kvadrat çıxılsın 10x, çıxılsın 18 bərabərdir 0-a. Buradan alacağım, deməli, x-in kvadratı üzərinə gəlinmiş, yox, çıxılmış. Deməli, burada neçə aldıq biz? Bir dəqiqə. Bu 3x daxil, mən bunun x-i niyə yazmadım? Buradan alınmış, çıxılmış 7x, çıxılmış 18 bərabər 0. Belə bir kvadrat tənliyi alırıq. B bərabər B kvadratı, yəni 49, üzərinə gəlmiş 4AC. 4 dəfə 18 bizə nəyi verəcək? Burada niyə plus yazdım? Onu deyim, baxın, əslində düsturumuz belədir. Diskriment bərabər B kvadrat minus 4AC. Sadəcə burada niyə belə yazdım? B kvadrat bizə nəyi verir? 49-u. Üzərinə gəlmiş, niyə yazırım üzərinə gəlmiş? Bax, gəlin çıxılmış yazaq. 4 vurulmuş AC var da. A bizdə
əmsaldır, yoxdur, 1-dir. Bir dəfə mənfi 18-i biz vurmalıyıq 4-ə. Yəni 4 vurulmuş 1, vurulmuş mənfi 18 yazırıq. Bu isə bizə verir. Deməli 4 18-in mənfi 72-ni, yəni 49 minus mənfi 72 yazmış oluruq. Bu da bizə plusu verir. Ona əsasən yazıram. Üzərinə gəlmiş 72 bərabər 121. Daha sonra buradan x1, x2-ni tapmalıyam. x1 mənə nəyi verəcək? Deməli, kök altında 121-dən çıxacaq 11. Üzərinə gəlinmiş, deməli, buradan necə yazırdıq biz? Bircə dəqiqə gəlin bunun həllini tam dəqiq baxım. x1, x2-ni biz necə tapırdıq? Deməli, burada mənfi b olmalıdır. Yəni, mənfi d daha doğrusu. Deməli, burada olacaq mənfi 7, olacaq müsbət 7. Üzərinə gəlmiş, diskriminantdan çıxır 11, bölünmüş 2. Bu bizə nəyi verəcək? Deməli, 7 1. 18 2-yə bölündə eləyəcək 9. x2 isə bizdə olacaq 7 çıxılmış 11 bölünmüş 2. Burada olacaq mənfi 4 2-yə böləndə eləyəcək mənfi 2. Say sisteminin əsası mənfi olmayacağına görə cavab olacaq müsbət 9. Yəni say sisteminin əsası olacaq 9-luq say sistemi. Bu qədər. Daha sonra davam edirəm və baxırıq sonuncu sual nümunəsinə. Qrafa əsasən cədvəldəki nömrələri, təpələri müəyyənləşdirməliyik. Gəlin böyüdək və işimizə davam edək. Deməli, burada əvvəlcə hər bir təpənin nə qədər qonşusu olduğuna baxaq. Deməli, A təpəsi 1 qonşusu olan bir təpədir. C təpəsi 1, 2, 3, 4 qonşusu olan bir təpədir. D 3 qonşusu var. G-nin 3 qonşusu var. H-ın 1 qonşusu var. Y-nin 1, 2, 3, 4 dənə qonşusu var. F-in 2 qonşusu var. B-nin isə 3 dənə qonşusu var. Aha. İndi buradan nəyi rahat tapa bilərik? 2 qonşusu olanı. Bircə dənə F təpəsidir, 2 qonşusu var. Bu hansı olacaq bizdə 2 təpəsi olan qonşu? Deməli, bu 3-dür, bu 3-dür, bu bizdə 5-dir. Aha, bizdə 5-li təpə var ki, bir dəqiqə. 1, 2, 3, 4, 1, 2, 3, 4 dənə. Aha, bir də buradan 5. Bəli, Y təpəsi 5-lidir, əla. O zaman biz 2-li, 5-li, 4-lü rahat şəkildə tapa bilərik. 4-lü olacaq bizdə hansı? 6 olacaq bizdə 5-li, Y təpəsi. Daha sonra 4-lü bizdə hansıdır burada? Bu 3-lüdür, bu da 3-lüdür. Yəni qabağında 1 varsa, neçə dənə 1 varsa, deməli o qədər qonşusu var da. 3 olacaq bizdə 4-lü təpə, yəni C təpəsi. Daha sonra indi davam eləyək, biz 3-lü təpələri tapmalı. Bax, baxırıq ki, burada bir dənə yeganə B təpəsidir ki, bu 1 təpəsi ikili qonşudur. Bax, F təpəsi, D təpəsinin də G təpəsində ikili qonşusu yoxdur. Buna əsasən B təpəsini rahatlıqla tapa bilərik. Gəlin bir dənə ikili qonşudan yola çıxaq. Üstü üzr istəyirəm. Misal üçün, 1 təpəsindən yola çıxaq. 1-in qonşuları hansıdır? Biri 3-dür. 3 bizdə 4-lü təpədir. Biri 6-dır. 6 bizdə 5-li təpədir. Biri də 8-dir. 8 bizdə 2-li təpədir. Əla. Deməli, B olacaq bizdə 1. Və daha sonra və ikili təpə B-nin qonşusu olan ikili təpə hansıdır? F təpəsidir. Demək ki, B-nin qonşusu olan ikili təpə 8-dir. Deməli 8 olacaq bizdə F təpəsi. Daha sonra başqa ikili təpə vardı bizdə. Yox, başqa ikili təpə yox idi. Davam eləyək onda. Deməli burada nə qaldı bizdə? Bunu tapdıq, bunu hamısını tapdıq. Aha, indi baxaq ki, 4-lü qonşu olan hansı idi? C təpəsi. C təpəsinin əlaqədə olduğu birli təpə olacaq A təpəsi. Ona əsasən A-nı müəyyənləşdirə bilərik. Deməli, 4-lü bizdə hansı idi? C təpəsi idi. Yəni 3 təpəsi. 3-ün qonşuları hansıdır? Biri 1-dir, B təpəsidir deyək ki. Biri 2-dir, 2 bizdə birli təpədir. Əlavə, C təpəsinin qonşusu olan birli təpə A-dır. Deməli, 2 olacaq bizdə A təpəsi. Demək ki, yerdə qalan o birli təpə H təpəsi, o birisini rahat şəkildə tapacaq. Yerdə olacaq bizdə H təpəsi. Və H təpəsinin əlaqə qurduğu üçlü təpə də G təpəsidir. Buna əsasən H hansı qonşusu var idi? 4-dür H-ın qonşusu. H da bizdə olacaq deməli G təpəsi. Yerdə bizdə bir dənə nə qalır? 5 qalır. 5 də bizdə olacaq D təpəsi. Bu qədər. Çox rahat bir şəkildə qrafımızın təpələrini tapmış olduq. İndi gəlin yazaq. Deməli 1 oldu B təpəsi, 2 oldu A təpəsi, 3 oldu C təpəsi, 4 oldu G təpəsi, 5 oldu D təpəsi, 6 oldu Y, 8, 7 H və 8 F. Bu qədər. Daha sonra, bəli, bununla da suallarımız yekunlaşmış oldu. Bitirdik artıq. Sağ olun.